Hələ gör sizə bağça açılışını göstərim. Ala bax. O boyda eşək bağça açılışına gedib. Özü də hara Lənkərana. Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında iştirak etdi. Hələ buna bax, bax, oy, uğra bax, uğra. Əsrlərdir ki, Azərbaycan rayonunda qazma tualetdən, bax, Gədəbəydə qazma tualetdən istifadə edirik. Əsrlərdir. 57 illikdə də bala hakimiyyəti kanalizasiya sistemini Gədəbəydə qurublar. Bax, partlamayım, neyniyim, buna bax, qardaş, buna bax, ki, bunu Paşinyana bax. Fabrikin açılışında Ermənistanda regionun ən böyük süni intellekt fabriki açılıb. Ermənistanın Hrazdan şəhərində... Həmçə də fikir verirsiniz Qabil bəy, sadə geyimdə. Geyimdə fikir verirsiniz, sadə geyim. Fəxr edirəm ki, Gədəbəy rayonu Avropa inkişaf etmiş kiçik bir şəhərə bənzəyir. Respublikamızda qızıl... Buna bax, tuvaleti tez açırlar deyir, Avropa'ya bənzəyir Allah. Allah. Deyir ki, biz artıq Avropanı gerdə qoymuşuq. Baxa, tualetləri kanalizasiya çəkmişik, kanalizasiya. Bax, boy, bir bax da Allah, bax da Allah. İndi cənab prezident açılışına gəl, bax, kanalizasiya açılışına, bax. Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 Baxa, 47 kilometrə turba çəkilib, kanalizasiya turbası, kaçuk turbaları bir-birinə yapışdırıblar. Nə böyük iş görüblər, 47 kilometrə. Yəni küçələrdə zada da belə. Bax. kilometr kanalizasiya kollektoru tikilib. Cənab prezident kanalizasiya açılış edir, ay millət. Gözünüz aydın olsun. Azərbaycanın dədə bala 57 illik hakimiyyət axırı ki Avropanı gerdə qoydu. Bizi qısqanır Avropa. Kanalizasiya açdı xətti. Kanalizasiya xəttinin açılışını edir Gədəbəydə. Bax. Qabil bəy, o uşaq bağçasını açdı. Qəbul. Bəs o uşaq bağçasına qəbul nə qədər olacaq? O uşaqlardan pul yığacaq, uşağın valideynlərindən pul yığacaqlar.